Almaniyanın Leipzig hava limanında təhlükəsizlik qaydalarının pozulması ilə bağlı araşdırma aparılır və ötən gecə aeroport ərazisində gövdəsində partlayıcı qurğu olan dron aşkar olunub və eyni zamanda da yük təyyarəsi naməlum bir obyektlə toqquşub. Hazırda hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib. Təfərrüatını Almaniyadan bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Günay Məmmədovadan öyrənəcəyik. Günay, hazırda vəziyyət necədir? Efirdəsiz, buyurun. Bəli, hazırda Almaniyanın şərqində yerləşən Leipzig hava limanında təhlükəsizlik tədbirləri qeyd etdiyiniz kimi gücləndirilib. Ötən gecə bu strateji nəqliyyat qovşağında aviasiyanın hərəkətinin müvəqqəti dayandırılmasına səbəb olan ciddi insident baş verib. Uçuş önmə zolağının yaxınlığında naməlum pilotsuz uçuş aparatı, yəni dron aşkar edilib. İlkin məlumata görə dronun üzərində partlayıcı qurğu olub və o zərərsizləşdirilib. Eyni saatlarda hava limanına qalxan DL şirkətinə məxsus yük təyyarəsi də havada naməlum obyektlə toqquşub və gövdəsinin ön hissəsi yüngül zədələnən təyyarə Hanover aeroportuna təcili eniş edib. Xəsarət alanın olmadığı bildirilir. Hadisə səbəbindən sərnişin və yük təyyarələri digər hava limanlarına yönləndirilib. Hazırda aeroportun şimal zolağında hərəkət bərpa edilsə də insidentin baş verdiyi cənub zolağı hələ də araşdırmalar üçün qapalı saxlanılır. Almaniya Daxili İşlər Nazirliyi hadisəni təsdiqləyir və araşdırmaların davam etdiyini bildirir. Qeyd edeyim ki, federal polis və kəşfiyyat orqanları bu cür insidentlərin arxasında təxribat cəhdlərinin dura biləcəyini istisna etmir. Hazırda hüquq mühafizə orqanları insidentin bütün təfərrüatlarını və dronun idarə olunması mənbəyini müəyyənləşdirir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Aydındır, təşəkkür